Salam əziz şagirdlər. 15 fevral 2026-cı il tarixində OTK-nın 11-ci sinif buraxılış imtahanı əsasında keçirdiyi sınaq imtahanından riyaziyyat test tapşırıqlarının həllinə baxaq. Dərslərimizi bəyənib paylaşmağı unutmayın. Kanalımıza abunə olun ki, yüklədiyimiz hər bir yeni dərs sizə çatmış olsun. Birinci suala baxaq. 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Tutaq ki, bu müstəvilərdir və bunlar 60 dərəcəli bucaq altında kəsişir. Bu müstəvilərdən birinin üzərində A nöqtəsi qeyd olunmuşdur. Tutaq ki, bu A nöqtəsidir və bu nöqtədən digər müstəviyə qədər məsafə 6 sm-dir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapmaq lazımdır. Bu məsafəni də AB ilə işarə edək. Yəni sonda AB-ni tapmaq tələb olunur. Burada gördüyümüz kimi düz bucaqlı üç bucaq alınır. 60 dərəcəli bucaq qarşısında duran katet bilirik ki 30 dərəcəli bucaq qarşısında duran katetin kök 3 ilə hasilinə bərabərdir. Bura A desək, o zaman AB məsafəsi 2A-ya bərabər olmuş olar. Çünki digər bucaq 30 dərəcədir. Buradan 6-nı bölürük kök altda 3-ə. Yəni A bərabərdir 6 bölünsün kök altda 3. O da bərabərdir 2 kök altında 3 olar. Deməli, AB məsafəsi bərabərdir 2 vurulsun 2 kök altında 3 bərabərdir 4 kök altında 3. İkinci suala baxaq. 15% 60 olan ədədi tapın. Onun üçün 60-ı vururuq 100-ə və bölürük 15-ə bərabərdir 400. Çünki faizinə görə ədəd tapmaq üçün ədədi faiz göstərən ədədə bölüb 100-ə vurmaq lazımdır. A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər, B çoxluğunun elementləri isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A və B çoxluğun elementlərinin sayını tapmaq lazımdır. Deməli, buradan görürük ki, 6-ya bölünən 2 rəqəmli ədədlər elə A çoxluğunun alt çoxluğudur. Yəni, B çoxluğu A çoxluğunun alt çoxluğudur. Çünki 6-ya bölünən 2 rəqəmli ədədlər də cüt ədədlərdir və bunlar da aydın məsələdir ki, A çoxluğunun daxilində yerləşir. 6-ya bölünən 2 rəqəmli ədədlər 12-dən başlayır ta ki 96-ya qədər. İndi biz bu elementlərin sayını tapmaq üçün 96-dan 12-ni çıxıb 6-ya bölüb üzərinə 1 əlavə edə bilərik. Bu da 84 bölünsün 6 plus 1 bərabərdir 14 plus 1 bərabər 15. Ee, 34-cü suala baxaq. Radiusu 5 cm olan kürənin səthinin sahəsini tapın. Kürənin səthinin sahəsi 4πr kvadrat düsturu ilə hesablanır. Və buradan 4π'ni vursaq 5'in kvadratına alarıq ki 100π kvadrat santimetr. 35-ci suala baxaq. Tənliklər sistemindən x, y hasilini tapmaq tələb olunur. Tənliklər sistemində birinci tənlikdən x-i möhtərizə xaricinə çıxartsaq 2x plus y bərabər 2 olar. Buradan 2x plus y-in ikinci tənlikdən qiymətini yerinə yazsaq x-in 2 olduğunu alarıq və x 2-dirsə gətirib bunu elə ikinci tənlikdə nəzərə alsaq y-in də -3 olduğunu görərik. Bunların hasilinə baxsaq 2-ni vurmaq lazımdır -3-ə bərabərdir -6. 36-cı tapşırığa baxaq. Bərabərsizliyini ödəyən natural ədədlərin cəmini tapın. İlk öncə bərabərsizliyin sol tərəfini sadələşdirək. 4x minus 6 kiçik bərabər 3x minus 2. Buradan x kiçik bərabər 4,
4'dən də kiçik bərabər olan natural ədədlər 1-dən 4-ə qədər olan ədədlərdir. Bunların da cəmini hesablasaq, deməli 10 almış olarıq. 37-ci tapşırığa baxaq. ABC üçbucağında AD tən bölən, AB-nin AC-yə nisbəti 2-nin 3-ədir. BD 6-dır. DC-ni tapın. Biz tən bölənin xassəsindən bilirik ki, AB-nin AC-yə nisbəti bərabərdir BD-nin DC-yə nisbətinə və bunları nəzərə alsaq, qiymətlərini, deməli 3-də 2 bərabər olar 6 bölünsün x və buradan da 2x bərabər 18, x bərabərdir 9 olmuş olar. Yəni DC-nin uzunluğu 9-dur. 38-ci tapşırığa baxaq. Deməli, burada ifadənin sadələşdirməsi tələb olunur. Birinci kəsrin surətini vuruqlara ayırsaq, x minus 2, x plus 1 yazarıq. Məxrəci isə x minus 2 və x plus 2 yazarıq. İkinci kəsirdə surətdə x-i mötərizə xaricinə çıxardaq və məxrəci kvadratlar fərqi kimi vuruqlara ayırsaq, x minus 1, x plus 1 yazmış olarıq. Buradan ixtisarlar aparsaq, x bölünsün, x minus 1 almış olarıq. Baxaq 39-cu tapşırığa. Deməli, tənliyi həll etmək lazımdır. Tənliyə baxsaq görərik ki, bu kosinus x plus 1-in kvadratıdır. Buradan da kosinus x plus 1 bərabər 0. Kosinus x bərabər mənfi 1. Kosinus x mənfi 1-ləri deməli pi plus 2 pi k'larda alır. Pi plus 2 pi k, k tam ədəddir. Cavab oldu A variant. Baxaq 40-cı suala, ifadəni sadələşdirin. 64-ü belə yaza bilərik ki, kök altında 6,4-ü 64 bölünsün 10 yazarıq. 4-ü isə 4 bölünsün 10 yazarıq. Və buradan 8 bölünsün kök altında 10 plus 2 bölünsün kök altında 10. O da 10 bölünsün kök altında 10. Buradan da kök altında 10 alarıq. 41-ci suala baxaq. Sonsuz azalan həndəsi silsilədə S15 silsilə vurğu 3-1 və B1-i tapmaq tələb olunur. Bilirik ki, sonsuz azalan həndəs silsilənin hədlərinin cəmi düsturu bu düsturla hesablanır. Buradan B1-i tapmaq üçün S-i 1 minus Q-yə vurmaq lazımdır. S15, birdən də 3-1-i çıxırıq. Bərabərdir 15 vurulsun 3-2. O da bərabər 10 edər. 42-ci suala baxaq. Kompleks ədədlərin hasilini tapmaq tələb olunur. Yəni Z1 vurulsun Z2. Buradan 5 minus i vurulsun 3 plus i bərabərdir 15 plus 2i plus i'nin kvadratı. i'nin kvadratı da mənfi 1 olduğuna görə burada minusdur. Minus i'nin kvadratı. Bu da edər 15 plus 2i plus 1. Çünki i'nin kvadratı mənfi 1'dir. Bunu nəzərə alsaq üstə gələk 1 olar və buradan 16 plus 2 almış olarıq. Cavab oldu A variant. 43-cü tapşırığa baxaq. İfadənin qiymətini tapın. Deməli, trigonometrik funksiyaların, yəni sinusun, kosinusun və tangensin, kotangensin verilmiş dərəcələrdə qiymətlərini nəzərə alsaq, sinus 60-da kök altda 3 bölünsün 2, kosinus 30-da kök altda 3 bölünsün 2, tangens 60-da kök altda 3,
Kotanges 60'da kök altta 3 almış olur. Ve buradan da kök altta 3 bölünsün 2 kök altta 3 alarıq. Ve kök altta 3'lər ixtisar olunsa 2'də 1 olar. Baxaq 44-cü tapşırığa. BD parçası ABC üçbucağının, SM isə BCD üçbucağının medianıdır. ABC üçbucağının sahəsi 180 olarsa, MBC üçbucağının sahəsini tapın. Bilirik ki, üçbucağın medianı onun sahəsini bərabər sahələrə bölür. Buradan BDC üçbucağına baxsaq və BMC'nin sahəsini S ilə işarə etsək, SM medianına görə MDC üçbucağının sahəsi S olar. BD isə ABC üçbucağının medianı olduğuna görə ABD üçbucağının sahəsi 2S olar. Buradan ABC üçbucağının sahəsi 4S, o da bərabərdir 180'ə. Buradan S bərabər 45. Deməli, verilmiş MBC üçbucağının sahəsi 45'dir. Baxaq 45-ci suala. Buradan loqaritmanın xəssəsinə əsasən 7'lər, 15'lər ixtisar gedir və alınır loqaritma 2 əsasdan 8. Loqaritma 2 əsasdan 8'də yaza bilərik 8'i 2'nin kubu kimi. Bu da bərabər 3 olar. 46-cı suala baxaq. 2'nin üstü x kvadrat minus deməli 5x bərabərdir 64'də 1. 64'də 1'i 2 üstü mənfi 6 yazırıq. Buradan x kvadrat minus 5x bərabər mənfi 6. X kvadrat minus 5x plus 6 bərabər 0. Buradan da deməli x minus 2, x minus 3 yazsaq, tənliyin köklərinin 2 və 3 olduğunu görərik. Deməli, tənliyin böyük kökünü soruşduğuna görə x bərabər 3'ü götürürük. Yəni, böyük kök 3'dür. 47-ci tapşırığa baxaq. 210'un sadə vuruqlarının cəmini soruşur. 210'u 10 vuraq 21 yazsaq və bunları da sadə vuruqlara ayırsaq 2, 3, 5, 7 şəklində olar. Yəni 210'un sadə vuruqları 2, 3, 5, 7'dir. Bunların cəminə baxsaq 17 almış olarıq. Baxaq növbəti tapşırığa. Deməli, ABC və MNK üçbucaqları oxşardır. Bilirik ki, üçbucaqlar oxşar olarkən onların uyğun tərəflərin nisbəti bərabər olur. AC tərəfinə A, BC tərəfinə B desək, deməli, uyğun tərəflərin nisbəti, yəni onun 2'yə nisbəti bərabər olar A-nın 6'ya nisbətinə, o da bərabər olar B-nin 5'ə nisbətinə. Buradan oxşarlıq əmsalı onun 2'yə nisbəti 5'dir. Deməli, bunların hamısı K-yə bərabərdir. Buradan alırıq ki, A bərabər 6 vur 5, 30. B 5 vur 5, 25 olar. Deməli, ABC üçbucağının perimetri bərabər olar 10, 30 və 25'in cəmi. Bu da edər 65. 49-cu tapşırığa baxaq. ABCD trapeziyasına A bucağı 50, D bucağı 80'dir. BC 4'dür, CD 7'dir. AD oturacağının uzunluğunu soruşur. Bunu həll etmək üçün B təpəsindən CD tərəfinə paralel keçirdək və burada bir belə paraleqramı alırıq. O zaman buna BK deyək. BK CD-yə paraleldir. BK CD-yə paralel olduğuna görə deməli BK bucağı ilə D bucağı uyğun bucaqdılar. Yəni bu da 80 dərəcədir. Əgər bu bucaq 80'dirsə, buradan üç bucağın bucaqlarının cəminin xassəsinə görə alınır ki, deməli ABK bucağı 50 dərəcədir.
ABK bucağı 50 dərəcədirsə, aldığımız ABK 3 bucağı bərabər yanlı 3 bucağı olur. Yəni BK ilə AK bərabər olurlar. BK da 7 olduğuna görə alınır ki, AK da 7-dir. Deməli, AD'nin uzunluğu bərabər oldu 7 plus 4. Bu da bərabərdir 11. 50-ci suala baxaq. Kutuda 4 sarı, 3 qara, 5 yaşıl rəngli qələm var. Təsadüfən seçilmiş 2 qələmin eyni rəngli olması hadisəsinin ehtimalını tapaq. Bilirik ki, ehtimal əlverişli hallar sayını mümkün hallar sayını olan nisbətidir. Və burada mümkün hal deməli, qutuda cəmi neçə qələm vardır? 4 plus 3 plus 5, 12 qələm vardır. Deməli, mümkün hal kombinezon 12-dən 2-dir. Təsadüfən 2 qələm seçilir və bunun eyni rəngli olması. Deməli, əgər tutaq ki, götürdüyümüz qələmlərin hər ikisi sarıdırsa, onda deməli, əlverişli hal kombinezon 4-dən 2. Əgər seçdiyimiz qələm qaradırsa 3-dən 2. Seçdiyimiz qələm yaşıldırsa 5-dən 2 olmalıdır. Və buradan da alırıq ki, deməli, verilənləri hesablasaq, kombinezon 4-dən 2 nə edər? 4 faktorial bölünsün 2 faktorial vurulsun 2 faktorial. 3'dən 2 3 faktorial bölünsün 2 faktorial vurulsun 1 faktorial. 5'dən 2 isə 5 faktorial bölünsün 2 faktorial vurulsun 3 faktorial. Deməli, burada yer çatmadığına görə biraz qısaldıq. Deməli, burada 2 faktorial plus 3 faktorial bölünsün 2 faktorial plus 5 faktorial bölünsün 2 faktorial vurulsun 3 faktorial. Məxrəcdə isə 12 faktorial bölünsün 2 faktorial vurulsun 10 faktorial. İndi bunları hesablasaq 4 faktorial deməli 3 vuraq 4 2'ye bölsək 6. 3 faktorial deməli 3. 5 faktorial 3 faktoriala bölsək deməli 4 vur 5 20 10 2'ye bölsək 10. Məxrəcdə 12 faktorialı 10 faktoriala bölsək 11 vur 12 10 2'ye bölsək 66. Deməli cavab oldu 19'un 66'ya nisbəti. Yəni 66'da 19. 51-ci suala baxaq. Çənin 6'da 5 hissəsi su ilə doludur. Çəndəki suyun 5'də 1 hissəsi işlədildikdən sonra 80 litr su qalarsa, çən neçə litr su tutur? Əgər çənin 5'də 1'i işlədilibsə, onun deməli yerdə qalanı 5'də 4'dür və çəndə 6'da 5 hissəsi olduğuna görə qalan su o zaman olar 6'da 5 vuraq 5'də 4. O da bərabər olar 6'da 4 bərabər 3'də 2. 3'də 2 də 80'ə bərabər olduğuna görə 80'i bölürük 3'də 2'yə. Yəni 80 vurulsun 2'də 3. Deməli alırıq 120 litr. Yəni çən 120 litr su tutar. Baxaq 52-ci tapşırığa. Oturacağının diaqonalı AC 4/3, yan tili AC 4 olan düzgün dörtbucaqlı piramidanın həcmini tapın. Piramidanın həcmi bilirik ki 3'də 1 S ot vurulsun H-dır. Yəni oturacağın sahəsi vurulsun hündürlüyünün hasilinin deməli 3'də 1'i. Oturacaq kvadratdır, yəni düzgün dörtbucaqlıdır və onun diaqonalı AC
olduğuna göre AC de BD de bərabərdir. Deməli buradan alırıq ki, oturacağın sahəsi bərabərdir 2'də 1 diye kvadrat. Yəni AC-nin kvadratı. AC də 4 kök altda 3 olduğuna göre buradan alırıq ki 2'də 1 vurulsun 48, o da bərabər 24 olar. İndi isə hündürlüyü tapmaq lazımdır. AC 4 kök altda 3 olduğuna göre bilirik ki diagonallar kəsişmə nöqtəsinə yarıya bölünür. Onda AO'nun uzunluğu 2 kök altda 3 olar. Ve AC 4 olduğuna göre bilirik ki burada alınan ACO üçbucağı düzbucaqlı üçbucaqdır. O zaman H bərabərdir 4'ün kvadratı minus 2 kök altda 3'ün kvadratı. Bu da 16 minus 12 eder. Kök altda 4 alınır. Hündürlüğü olar 2. İndi piramidanın həcmini tapsaq 3'də 1 vurulsun 24 vurulsun 2. O da bərabərdir. Burada da bir de baxaq. Deməli 4'ün kvadratı çıxaq 2 kök altda 3'ün kvadratı 16 12 hündürlük 2'dir. Aha 24 3'e 8 8 2'ye vursaq 16. Baxaq növbəti suala. Durğun sudaki sürəti 50 km/saat olan motorlu qayığın çayın axını ilə 3 saata getdiyi yol axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Katerin sürəti 50'dir. Çayın axma sürəti sürətini x ilə işarə edək. Olsun x km/saat. Deməli axın ilə sürət bilirik ki 50 plus x olar. Axına qarşı sürət isə 50 minus x olar. Axın ilə 3 saata getdiyi yol axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Tənliyi belə qurduq. İndi tənliyi həll etsək 150 plus 3x bərabər 200 çıxaq 4x çıxaq 8 7x bərabərdir 200 çıxaq 150 çıxaq 8. Buradan deməli 7x bərabər olar 42, x bərabər olar 6. Deməli çayın axma sürəti 6 km/saatdır. Baxaq 54-cü tapşırığa. Fx funksiyası verilib. Funksiyanın qrafikinə əsasən f4'ü tapmaq lazımdır. Deməli biz fx'i bu şəkildə yazaq. A vurulsun. Görürük ki onun təpə nöqtəsinin koordinatları 1 və 4'dür. Yəni x minus 1'in kvadratı plus 4 şəklində yazarıq. Və buradan görürük ki funksiya deməli 0,5 nöqtəsindən keçir. Yəni y-oxun 5 nöqtəsində kəsir. Bunları funksiyada nəzərə alsaq 5 bərabərdir. A vurulsun 0 minus 1'in kvadratı plus 4. Buradan 5 bərabərdir A plus 4. A bərabər 1 alarıq. Deməli funksiyanın qrafiki x minus 1'in kvadratı plus 4 şəklindədir. İndi f4'ü tapsaq f4 bərabərdir 4 minus 1'in kvadratı plus 4. O da 3'ün kvadratı plus 4. O da bərabərdir 13. 55-ci tapşırığa baxaq. Çevrənin A nöqtəsindən uzunluqları 16 və 12 olan qarşılıqlı perpendikular 2 vətər çəkilmişdir. Çevrənin uzunluğunu tapın. Deməli, vətərlər perpendikular olduğuna görə bunların yaratdığı ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Bilirik ki, diametrə söykənən bucaqlar düzbucaq olurlar. Ona görə üçbucaq düzbucaqlı üçbucaqdır. Və düzbucaqlı üçbucaq olduqda onun xaricinə çəkilən çevrənin diametri hipotenuzla üst-üstə düşür. Deməli,
Çevrənin BC diametri elə üçbucağın hipotenuzudur. Buradan deməli BC bərabər 16'nın kvadratı plus 12'nin kvadratı. Bu da 400 eder. BC'nin uzunluğu olar 20. Yəni çevrənin diametrinin uzunluğu 20'dir. Buradan çevrənin uzunluğu da diametr vasitəsilə pi-də düsturuyla hesablandığına görə 20 pi olmuş olar. Beləliklə biz buraxılış test suallarının həllərinə baxdıq. Hələlik sağ olun.